Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, gözlədiyimiz o möhtəşəm gün gəldi. Qarabağ Sabah. Erkən final deyə bilərik. Bəli, bu görüş heç də Qarabağın Çempionlar Liqasındakı oyunundan geri qalmayacaq, o həyəcanı verəcək yenə də. Bu arada Qarabağ azarkeşləri səsiniz gəlmir. Son videoların birində Sabah azarkeşlərindən biri yazmışdı ki, Qarabağ azarkeşlərinin səsi gəlmir. Yoxsa çempionluğu Sabah komandası əllərindən aldığına görə səsləri batıb. Bilmirəm nə məsələdirsə, Avrokuboklarda çıxış edən zaman səsiniz çox gəlir, fikirlərinizi yazırsınız, mən də oxuyuram, dəyərləndirirəm, amma son vaxtlar fikirlərinizi yazmırsınız. Bugün öz gücünüzü göstərin və şərhlər bölümündə komandanıza dəstək olun. Eyni zamanda Sabah azarkeşlərinin də bugün aktiv olmasını, bu oyunun adına layiq şərhlər bölümündə də müzakirələr aparmağınızı sizdən rica edirəm. Dəyərli dostlar, bəli, ola bilər ki, ölkə çempionluğu Qarabağın əlindən gedib, amma ölkə kuboku getməyib və bu oyunun nəticəsi haqqında öz təxminlərimi sizin nəzərinizə çatdıracağam. Sürpriz bir nəticə gözləyirəm. Niyə bu sürpriz nəticəni gözləyirəm? Əsaslandıracağım taktiki analizlərlə bağlı komandaların statistikaları və bir qədər də tarixinə, ümumiyyətlə uğurlarına da nəzər salacağıq. Olduqca möhtəşəm bir video sizi gözləyir. Məncə həm Qarabağı sevən, həm Sabahı sevən azarkeşlər, həm də ümumiyyətlə futbolla maraqlanan, futbol anlayışı olan hər kəs bu videonu sona qədər izləsin. Çox maraqlı videodur. Məncə bu ayın ən möhtəşəm videosu sizi gözləyir. Kanala abunə olub bildirişləri açıq tutmağı da unutmayın. Videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın. Mən isə bir neçə saniyə sonra mövzumuza qayıdacağam. İndi isə bu möhtəşəm futbol maçına qayıdaq. Artıq saatlar qalır. Bir neçə saatdan sonra Qarabağ və Sabah komandası qarşı-qarşıya gələcəklər. İlk öncə onu sizin nəzərinizə çatdırım ki, artıq oyunun hakimləri də təbii ki bəllidir. Rauf Cabbarov oyunu idarə edəcək və oyun saat 20:00-da Tofiq Bəhramoğlu Respublika stadionunda başlayacaq. Baş hakim Rauf Cabbarova, Elşad Abdullayev, Pərvin Talibov kömək edəcəklər. İnqilab Məmmədov qarşılaşmanın 4-cü hakimi olacaq. Kamal Umudlu var hakimi, Vüsal Məmmədov avar hakimi funksiyasını yerinə yetirəcək. Maçın hakim inspektoru Asim Xudiyev olacaq. AFFA nümayəndəsi Elkin Hüseynov olacaq. Bunu da sizin nəzərinizə çatdırım. Bir daha qeyd edirəm, oyun saat 20:00-da Tofiq Bəhramoğlu Respublika stadionunda keçiriləcək və çoxsaylı azarkeş qarşısında ilin bəlkə də ən çox azarkeşi bu oyunda olacaq. Olduqca həlledici maçdır, olduqca vacib maçdır hər iki komanda üçün və erkən final adlandırmaq olar. Dəyərli dostlar, Azərbaycan Premyer Liqasında Sabah komandası Qarabağı 10 xal geridə qoyur, 62 xal. Sabahda var 52 xal Qarabağda, amma Qarabağın ehtiyatda bir oyunu var. Amma Qarabağ komandası bu ay 3 dəfə Sabahla qarşı-qarşıya gələcək, 2 dəfə isə Neftçi səfərinə yola düşəcək və ümumilikdə bu ay 7 oyun keçəcək 3 gündən bir. Olduqca ağır bir proqram gözləyir Qarabağ komandasını. Sabah komandasının da proqramı asan deyil, amma Qarabağa nisbətən asandır deyə bilərik. Və gözlənilən odur ki, Azərbaycan çempionu Sabah komandası olsun. Amma kağız üzərində hələ də şanslar qalır və Qarabağ komandası geri dönüş edə bilər. Bunun üçün Sabahın çox saylı xal itirməsi, Qarabağın isə xal itirmədən irəliləməsi vacibdir. Amma Azərbaycan kubokunda çox kəskin bir mübarizə bizi gözləyir bugün. Niyə kəskin mübarizə gözləyir? Çünki Qarabağ komandası artıq Çempionlar Liqasına getmək şansını itirmək üzrədir çempionluğu əldən verdiyi üçün. Ona görə də Avropa Liqasına getmək üçün və mövsümi titulla başa vurmaq üçün kubokda mütləq qələbə qazanmalıdır, finala çıxmalıdır, Azərbaycan kubokunun qalibi olmalıdır. Eyni zamanda Sabah komandası da qızıl dubla imza atmaq istəyir. Ötən il kuboku qazanmışlar. Bu mövsüm isə həm çempionatı, həm də kuboku qazanmaqla öz güclərini ortaya qoymaq istəyirlər. Bunu hansı komanda bacaracaq bir qədər sonra görəcəyik dəyərli dostlar təbii ki. Amma istəyirəm ki, hər iki komandaya bir qısa nəzər salaq. Daha sonra taktiki analiz edək və ondan sonra təxminlərimizi sizin nəzərinizə çatdırım. Dəyərli dostlar, Qarabağ komandası 1951-ci ildən bu tərəfə müxtəlif adlar altında çıxış edib.
və 12 dəfə Azərbaycan çempionu olmaq bacarıb, 8 dəfə Azərbaycan kubokunun qalibi olublar. Bu dəfə də əgər qazansalar 9-cu dəfə Azərbaycan kubokunun qalibi olmuş olacaqlar. Bu öz yerində. Sabah komandasının uğurlarına keçməzdən öncə Qarabağ haqqında qısa digər məlumatları da verim. Qarabağ komandasının prezidenti Tahir Gözəldir, baş məşqçi Qurban Qurbanovdur. Hal-hazırda 26,1 milyon dəyəri olan bir heyəti var. Ən bahalı futbolçusu Leandro Andradedir, kapitanı Abdullah Zubirdir. Bu ümumi məlumatlardır komanda haqqında bilməyənlər üçün bunu çatdırdım. Sabah komandasının isə tarixi o qədər də uzun deyil, amma uğurlu bir tarixdir deyə bilərik. Sabah komandası 2017-ci ildə yaradılıb və yaradılan il ilk oyununu 1-ci liqada Binə futbol klubuna qarşı keçirib və 1-0 hesabı ilə qələbə qazanıb. Həmin mövsüm 1-ci liqada 5-ci yer tutub, növbəti mövsümdə 2018-2019 mövsümündə isə Premier Liqada çıxış etməyə başlayıb. Həmin mövsümdən bu tərəfə Sabah komandası yavaş-yavaş uğurlarını artırmağa başlayıb. Qeyd edim ki, əgər ilk bir neçə ildə komanda Azərbaycan Premier Liqasında 5, 6, 7-ci yerlərdə yer alıbsa, daha sonraki illərdə, məsələn 2022-2023 mövsümündə Azərbaycan Premier Liqasında 2-ci yeri tutub, gümüş medalları qazanıb Sabah komandası. 2023-2024 mövsümündə isə Azərbaycan Premier Liqasında bürünc medalları qazanıb. Ötən mövsüm isə 2024-2025 mövsümündə Azərbaycan kubokunun qalibi olub, baxmayaraq ki, Premier Liqada 5-ci yeri tutub və kubokun qalibi olduğu üçün Avropa Liqasına yola düşüb. Qeyd edim ki, ən böyük hesablı qələbəsini Sumqayıt komandası üzərində səhv eləmirəmsə qazanıb 6-0 hesabı ilə Azərbaycan Premier Liqasında Murad Musayevin başçılığı altında qazanıb. Ən böyük məğlubiyyətini isə bu gün qarşılayacağı Qarabağdan alıb. Azərbaycan kubokunda deməli 7-1 hesabı ilə məğlub olub Sabah komandası Qarabağa. Və son qeyd edim ki, son 10 oyunda Qarabağ komandası yalnız bir dəfə Sabahı məğlub edə bilib. Bu mövsüm ümumiyyətlə Qarabağ Sabahı məğlub edə bilməyib. Ona görə də bu oyunun prinsipallığı bir qədər də artır. Qarabağ komandasının haqqında məlumat vermişdim. Sabah komandasının deməli qeyd edim ki, rəngləri qara çəhrayıdır. Oyunlarını Bank Respublika Arenada keçirir. Təqribən 13.000 azərkeşə qədər yerləşə bilir bu stadiona. Komandanın təsdiqçisi Yaqub Hüseynovdur. Komandanın prezidenti Maqsud Adgözəlovdur. Bunlar da müşahidə şurası da var, onu da sizin nəzərinizə çatdırım. Hal-hazırda baş məşqçisi Valdas Dambrauskas-dır, Litvalı mütəxəssis və onun İspaniyalı, İtaliyalı köməkçiləri də var, həmçinin Litvalıların da köməkçiləri var. Olduqca uğurlu təsir bağışlayır. Hələ ki, Sabah komandası ilə artıq çempionluğu əldə etmək üzrədirlər. Komandanın kapitanına gəldikdə Pavel Şafrankadır. Ən bahalı futbolçular isə Puxasdır, 1,4 milyon avro qiymətində dəyərləndirilir. Qeyd edim ki, Qarabağın ən bahalı futbolçusu Leandro Andrade 3 milyon avro qiymətində dəyərləndirilir. Bax belə, komanda haqqında ümumi məlumatları da sizin nəzərinizə çatdırdım. Bir daha qeyd edirəm, ən böyük məğlubiyyətini məhz Sabah komandası Qarabağ komandasından alıb. Amma Qarabağ üçün də ən belə deyək, çətin rəqib son illərdə, xüsusilə 2022-2023 mövsümündən bu tərəfə Qarabağ komandası çox az saylı qələbələr qazanıb Sabah komandası üzərində. Sabahın açıq-aşkar üstünlüyü var. Bu oyunda nə baş verəcək? Gəlin indi bu barədə danışaq. İlk öncə heyətlərdən danışmaq istəyirəm, dəyərli dostlar. Hər iki heyətdə vəziyyət stabildir. Əsas heyətlər yerindədir, qaydasındadır. Sabahda Şafranko, kapitan Şafranko zədəlidir və uzun müddət zədəlidir. Onsuz da Sabah komandası uğurlu çıxış edir. Qarabağ komandasında bir sıra zədəlilər var, amma onlar əsas heyət üzvü deyil deyə bilərik. Sadəcə Bəhlul Mustafazadənin olmaması müdafiə xəttində ciddi problemlər yaradacaq. Bəhlul Mustafazadə əsas heyət üzvüdür. Şəhrüddin bilirsiniz yeni qayıdır. Meydana Sami Emami əvəzedici heyətə göndərilib. Bütün bunlar təbii ki təsir edəcək, amma əsas heyət demək olar ki, hər iki komanda yerindədir. Hər iki komanda bir itki var.
Yəni hər hansı bir komandanın bəhanə etməyə şansı yoxdur ki, bizim zədələrimiz vardı, çoxlu filan filan. Amma Sabah komandası son transfer pəncərələrində uğurlu transferlər reallaşdırıb komandanı daha da gücləndirib. Qarabağ komandası isə belə deyək, heyəti qoruyub saxlamaqla kifayətlənib. Qarabağ komandası adətən 4-2-3-1 taktiki sxemi ilə, uzunmeyilli taktiki sxemlə meydana çıxır. Sabah komandası isə adətən 4-3-3 taktik sxemi ilə meydana çıxır da müxtəlif taktiki gedişlərdən də istifadə edir. Bəzən oyunun gedişatında hətta belə Dambrauskas komandanın sxemini alt-üst edir, dəyişir və bu da rəqiblər üçün ciddi çətinliklər yaradır. Həqiqətən də Sabah komandasını analiz etmək daha çətindir, nəinki Qarabağın. Qarabağın artıq standart bir oyunu var və bilirsən ki, bu oyun üslubunda oynayırlar. Amma Sabah komandası hər dəfə fərqli oyunla, fərqli düzülüşlə meydana çıxır. Bu da təbii ki, Qurban olsun müəyyən çətinliklər yaradacaq Sabah komandasını analiz etməkdə. Dambrauskas artıq Qarabağı yaxşı analiz edib və bundan əvvəlki oyunlarda da gördük ki, Qarabağ üçün çətinliklər yarada bilir. Məsələn, qeyd edim ki, bu mövsüm 5 dəfə qarşı-qarşıya gəldi, onun 3-də heçsə qeydə alınıb, ikisində Sabah qələbə qazanıb. Ötən mövsümdə Azərbaycan Kubokunun finalında heçsə qeydə alınsa da əlavə vaxtda Sabah qalib gələrək Azərbaycan Kubokunu Qarabağın əlindən almağı bacarıb. Yəni son belə deyək, illər Sabah əməlli başlı baş ağrıdır Qarabağ komandası üçün. Bəli, niyə bayaq dedim dünənki bayquşlar? Çünki heç 10 ili tamam olmayıb, 9 ili tamam olacaq, amma kifayət qədər uğurları var Sabah komandasının. Amma bunlara da qoca atlar dedim, çünki 1951-ci ildən bu tərəfə bu atlılar at qovurlar meydanda. Sizcə atlılar yoxsa bayquşlar qalib gələcək, fikirlərinizi yazın. Mən də gələk indi oyuncular barəsində. Deməli, Sabahın əsas hücumları bax bu zonadan, sol zonadan irəliyə daha çox atılırlar və hücumlarını daha çox bu zonadan qururlar. Burada xüsusilə bəyəndiyim oyuncu Maluda, Simic var, Puxac var, sol cinahdan tez-tez hücumlara qoşulur və üçlü çəmbər yaradıb rəqibi çaşdırmağı bacarırlar. Zoyles Mikes və yaxud Xəyal da hücumunda möhtəşəmdir. Zoyles Mikes bilirsə bu il Premyer Liqanın bombardiridir. Sağ cinah da pis deyil, amma əsas hücumların 60-70%-i sol cinahdan qurulur. Onu da sizin nəzərinizə çatdırın. Və əsas vurğulamaq istədiyim Sabah komandasının mərkəz müdafiəçiləri Nogueira və Solvetdi dəyərli dostlar ki, bu futbolçular standart vəziyyətlərdə çox təhlükəlidirlər. Künc zərbələri, cərimə zərbələrində hücumlara qoşulurlar və hündür boyları ilə Qarabağ üçün təhlükə yarada bilirlər. Xüsusilə nəzərə alsaq ki, Qarabağın mərkəz müdafiəçisi hündür boylu Bəhlul Musafiradzı yoxdur və onda çox ciddi problemlər yarana bilər. Qeyd edim ki, Sabah komandasının sol cinah müdafiəçisi Puxac nə qədər deməli hücumlara çox qoşulursa, sağ cinahdakı Zedetka bir o qədər az qoşulur və adətən onu sığortalayır. Amma qeyd etməliyəm ki, Sabah komandası hücuma çıxarkən müdafiədə daha çox Solvetə, Nogueira'ya güvənib önə çıxırlar və bir çox hallarda müəyyən boşluqlar verilir müdafiə xəttində. Bilmirəm, Qarabağla oyunda inanmıram ki, o qədər risk etsin, amma digər komandalarla oyunda həqiqətən də çox risk edirlər və məsələn, son Sumqayıtla oyunda Sumqayıt bir neçə dəfə fürsət yaxaladı, amma onu qola çevirə bilmədilər, belə deyək. Həmin o səhvlərdir ki, tutmuşdular Sabahdan. Mən düşünürəm ki, Qarabağ qarşısında o səhvləri etsələr, Qarabağ cəzalandıracaq. Xüsusilə nəzərə alsaq ki, hücumun sivri ucunda Kamilla Duran kimi pressing edə bilən bir futbolçu var dəyərli dostlar. Leandro Andrade'ni də unutmaq olmaz, Abdullah Zubir və Johnny Montiel, təzyiqi Johnny Montielin ucaqdan zərbələrini gözləyirəm bu oyunda və qeyd etdiyim kimi sol cinahda Sabahda Puxac önə gəldiyinə görə Qarabağ sağ cinahın hücumları daha rahat qura biləcək. Əks hücumlarda xüsusilə Leandro Andrade'nin fərqlənə biləcəyini düşünürəm. Bunu da bir tərəfə yazın. Bu oyunda Leandro Andrade'nin qolunu görə bilərik dəyərli dostlar. Vikalio da tez-tez hücumlara qoşulacaq yəqin ki, Johnny Montielin ucaqdan zərbələri və
Kamilla duran pressingi çox effekt verə bilər. Abdullah Zubir, Marko Yankoviç ümumiyyətlə çox da danışmaq ehtiyacı yoxdur. Qarabağ futbolçularını yaxşı bilirsiniz. Və dəyərli dostlar, gələk əsas məsələyə mən öz təxminimi sizin nəzərinizə çatdırım və əsaslandırım. Məncə Qarabağ komandası Sabah komandasının azarkeşləri məndən inciməsin. Mən bir tərəf həm hansısa komandana konkret azarkeşlik eləmirəm. Hər bir komandamıza azarkeşlik edirəm və hər bir komandamızın uğurlarını istəyirəm. Mən üçün Sabah və Qarabağ heç bir fərq etmir. Amma Sabah komandasının azarkeşləri məndən inciməsinlər. Mən sadəcə səmimi şəkildə bir tərəf düşüncələrlə və analizlərin nəticəsi olaraq əsaslandıracağam. Niyə belə düşünürəm? Qarabağ komandasının bu görüşdə ən azı 2 top fərqi ilə qələbəsini gözləyirəm. Ən azı 2 top fərqi ilə Qarabağ komandası qələbə qazanacaq. Yəni Qarabağ qələbə qazanacaq. Bu oyunda birinci düşüncəm budur. İkinci düşüncəm Qarabağ komandası ən azı 2 top fərqi ilə. Ola bilər 3 top daha da çox ola bilər. Amma məncə 2 top fərqi ilə ən azı Qarabağ komandası Sabahı məğlub edəcək. Buna da əsaslandırım. Niyə belə düşünürəm? Birincisi, Sabah komandası Azərbaycan çempionu olaraq Azərbaycan çempionluğunu demək olar ki, qazanıb və əsas diqqəti ora verəcək ki, xal itirməsin, liderliyini qoruyub saxlasın. Çünki bu ay çempionat oyunu da var Qarabağla Sabahın, onu da sizin nəzərinizə çatdırım. Ona görə əsas diqqəti çempionluğa verəcək. Düzdür, burada da qələbə qazanıb qızıl dubl etmək istəyər, amma əsas çempionluğu əldən verməmək istəyir və Çempionlar Liqasına gedəcək. Qarabağ komandası isə çempionluğu demək olar ki, əldən verib. Ona görə də hansısa bir titul qazanmaq istəyəcək mütləq. Çünki mövsümü uğursuz başa vurmaq istəməyəcək və ona görə də mütləq bu görüşdə qələbə qazanmaq üçün meydana çıxacaq. Və Azərbaycan Kubokunun qalibi olmaq üçün Sabahı məğlub edib finala çıxmaq lazımdır. Bu bir. İkincisi, Avropa Liqasına getmək istəyəcək, nəinki Konferans Liqasına. Çünki Konferans Liqası Qarabağ üçün uğurlu sayıla bilməz. Qarabağ kimi bir klub məncə ən azından Avropa Liqasına çıxış etməlidir. Ona görə də Qarabağ daha istəkli olacaq. Bu öz yerində. Niyə bəs Qarabağ komandası düşünürəm ki, 2 və daha çox top fərqi ilə qələbə qazanacaq? Çünki bu görüşün cavab matçı var, 22 aprel tarixində keçiriləcək. Və Qarabağ komandası cavab matçı bilir ki, Sabahın meydanında keçiriləcək. Və ona görə də ilk oyunda məsələni həll etməyə mümkün qədər çalışacaq və öz meydanında daha çox qol vurmağa, daha çox fərq yaratmağa çalışacaq. Ki, düşünürəm ki, ona görə də Qarabağ komandası ilk qolu vuran tərəf olacaq və daha sonra bunun davamını gətirəcək. Və son oyunlarda, ümumiyyətlə bir neçə oyunu izləyirəm, sadəcə Qarabağ komandası ələ düşən fürsətləri boşa vermişdir. Düşünürəm ki, bu oyunda çox diqqətli olacaqlar. Qurban Qurbanovun da nə qədər futbolçularla belə deyim, məsuliyyətli olmağı tapşıracağını bilirəm. Və hər addımda diqqətli, düşüncəli və məntiqli oynamağa çalışacaq Qarabağ komandası və bu görüşdə 2 və daha çox top fərqi ilə qalib gələcəklər ki, cavab görüşündə Sabahın meydanında ola bilər ki, uduzalar bir top fərqi ilə. O zaman artıq Kubokun qalibi olmaq, finala çıxmaq şanslarını itirə bilərlər. Ona görə də əsas məsələni burada həll edib cavab görüşünə artıq bir qədər rahat getmək istəyəcək Qurban Qurbanov da onu yetirməli. Ona görə də bu görüşdə Qarabağın ən az 2 top fərqi ilə qələbə qazanacağını düşünürəm. Cavab görüşündə ola bilər heçcə olsun, ola bilər Qarabağ qazansın, yoxsa Sabah qazansın. Bunu həmin oyundan öncə analiz edəcəyik, deyəcəyik. Birinci oyunun nəticəsinə görə və komandaların həminki vaxtı, həminki gün vəziyyətinə görə dəyərləndirəcəyik. Amma indiki gün üçün onu deyə bilərəm ki, mən düşünürəm ki, bugün Qarabağ komandası Sabahı məğlub edəcək və məğlub edilməzlik seriyasını sona yetirəcək. Artıq xeyli vaxtdır ki, Qarabağ komandası Sabahı məğlub edə bilmir. Ona görə də burada artıq nöqtə qoyacaq bugün. Siz nə düşünürsünüz? Fikirlərinizi şərhlər bölümündə yazın dəyərli dostlar. Bir də kanala abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutmağı da unutmayın. Axşam saat 20:00-da Tofiq Bəhramovla bu möhtəşəm maç başlayacaq və canlı yayımda axşam görüşmək ümidi ilə sizlərlə sağollaşıram. Videonu bəyənin, paylaşın. Hələlik.